İlk dəfə dinar, dirhəm yarananda pul vahidi. Şeytan gəldi, keçdi sağ tərəfinə, keçdi sol tərəfinə. Biraz başına dövr edəndən sonra dinar, dirhəm haqqında bir cümlə söz dedi. Dedi, qurratu ayni, səməratu fuad. Siz mənim gözümün nurusuz, qəlbimin də meyvəsiz. Dinar, dirhəm haqqında dedi. Peyğəmbərlərdən biri soruşdu ki, şeytan, sən bu sözü niyə dedin? Dedi, bugündən mən çox rahatam. Daha o qədər də əziyyət çəkməyəcəm. Dedi, niyə? Dedi, bu pul bir çoxların səcdəsi olacaq. Bir çoxların hörməti olacaq. Bir çoxların bədbəxtçiliyi olacaq. Bir çoxların Allahı olacaq. Ona görə Yasin surəsinin axırında Allah deyir ki, وَعَنَ عَبُدُونَ هَذَا الصِّرَاطُ الْمُسْتَقِيمِ Mənə ibadət edin. Doğru yolda budur. Allah niyə deyir mənə ibadət edin? Deməli, Allahdan başqalarına da ibadət olar ki, deyir mənə edin də. Nədir? Adam var, görürsən ki, üzr istəyirəm. Bir dənə telefon nədir, dünya malıdır. Onun da məhəbbəti insan qəlbində bütün yerlədir. Qadının məhəbbəti, pulun məhəbbəti, hətta deyir, uşaqlığı belə bütə döndərmə, axırda çox qurbanlar tələb edəcək. Həyatda bir dənə Allah qayda qoydu. İnsan nəyi çox sevir, Allah onunla insan imtihan edir. Bilirsiniz niyə? İnsan usuluna getməsin. Allah görəndə ki, bəndəsi o içərdə bir büt baş qaldırır, təkəbbür. Allah o çətin hadisələrlə sındırır ki, bəndəsi usuluna getməsin.